Use state-in əslində çox bəsit bir məntiqi var. Gəlin birlikdə baxaq. Burada bir raf C eləyirəm və burada React əvəzinə import eləyəcəm use state-i. Və burada deyirəm const count set count bərabərdir use state 0. Bu yazılışın açıqlamasını yazıram. Count adlı bir dəyişən yarat və ilkin dəyəri 0 olsun. Set count funksiyası ilə count'u yenilə. Use state əslində bundan ibarətdir. Baxın, mən bu hissədə deyirəm ki, bir count adlı dəyişən yaransın, bir də set count adlı funksiya yaransın. Bu count'un ilkin dəyərini də bərabər eləyirəm 0-a. Və mən bu set count'u harada işə salacağımsa, ona deyəcəm ki, count'u filan şeyə bərabər elə. Gəlin baxaq buna necə. Burada bir divim var. Divimin içində bir dənə span olsun, bir dənə counter yazısı gəlsin. Bir dənə də buttonum olsun və buttonum olacaq üstə gəl. Bir dənə də span olsun, o da bizə hal-hazırda yaratdığımız count dəyişənini göstərsin. Gedək baxaq UI-mıza. Gördüyünüz kimi burada count'un dəyəri 0'dır. Çünki ilkin dəyər biz ona 0 vermişik. İndi gəlirəm burada buttona deyirəm ki, sənin on klikində həmin bu set count funksiyamız işə düşsün. O işə düşəndə count'un dəyəri 1 vahid artsın. Mən burada 1 vahid artsın demişəmsə, indi gəlirəm bura, basıram. Gördüyünüz kimi buttona hər dəfə basanda 1 vahid artır. Mən burada desəm ki, count'un dəyəri 1 vahid azalsın. O zaman da basanda 1 vahid geriyə doğru gedəcək. Yəni bu qədər bəsit. Use state-də çətin heç nə yoxdur. Mən burada nə istəsəm qoya bilərəm. Burada count yox, adını say qoyaram. Azərbaycanca. Burada da yazaram set say. Heç bir fərqi yoxdur. Sadəcə burada gəlib count'un yerinə say yazmalıyam. Burada da say yazmalıyam. Burada da set say yazmalıyam. Yenə gördüyünüz kimi kodumuz işləyir. Bunu +1 eləyək. Burada use state-də başqa nə etmək olar? Burada mən sayın üstünə 1 gəl demək əvəzinə deyə bilərəm ki, prev-i götür. Prev nə deməkdir? Əvvəlki. Yəni bunun sayın əvvəlki dəyəri nədirsə onu götür və get onun üstünə 1 vahid gəl. Bunu götür və onun üzərinə 1 vahid gəl. Gedirik, baxırıq. Gördüyünüz kimi eyni şey. Burada prev yazmaya da bilərsiniz. Yaza bilərsiniz əvvəlki. Burada yaza bilərsiniz əvvəlki. Yəni əvvəlki dəyəri götür və əvvəlki dəyərin üstünə 1 gəl. Görürsünüz, yenə də kodumuz işləyir. Bu qədər bəsit.